Aha. Rekordinqimiz artıq başladı. Deməli, biz bugünkü demo dərsdə sizlə danışacağıq Reelslərdən. Reelslərin alqoritmləri, montaj üçün doğru istiqamətlər, kontentlərindən danışacağıq. Tak, baxıram. Okey, burada heç bir sualınız yoxdur mənə və məni artıq burada rahat görə bilirsiniz. Aha, gəlin davam edək. Ən böyük səhvlərdən biri bilirsiniz nədir, yoldaşlar? Bizim Reels çəkməkdə məqsədimiz heç bir halda kəşfətə düşmək olmamalıdır. Hətta mən deyərdim ki, kəşfətə düşmək bizim üçün zərərlidir. Nəinki xeyir verir, bizə böyük bir ölçüdə əslində kəşfətə düşmək zərər verir. Niyə? Çünki ola bilər ki, biz bu videonu çəkirik, bu məqsədlə ki, tutaq ki, bu videodan bizə gəlsin, bizdən filan xidməti almaq istəyən müştərilər, amma bizim xidmətimizlə əlaqəsi olmayan, bizim hədəf kütləmizə uyğun olmayan çoxlu insanlar toplanır həmin video sayəsində bizim səhifəmizə. Və beləliklə nə baş verir? Bu adamlar bizə yad olan insanlardır. Bizim xidmətimiz onlara maraqlı deyil. Sadəcə o videonu ya yanlış anlaşılıb, ya bilmirəm, sırf o video üçün izlənməyə alırlar və beləliklə nə baş verir? O videodan bizə gələn 1000 izləyici, 500 izləyici, 2000 izləyici növbəti etaplarda səhifənin alqoritminə çox pis təsir edirlər. Yəni sənin növbəti videoların çıxır onun qarşısına, artıq izləməyə alıb səni story-nə baxacaq, deyəcək, ay bu nə danışır, belə mənə maraqsızdır. Videon çıxacaq qabağına, ay bu nə danışır, keç. Heç nəyi bəyənməyəndə, like atmayan Instagram baxır ki, bu adama mən bu həftə ərzində 2000 yeni izləyici vermişəm. Amma bu 2000 yeni izləyici bu səhifədə heç bir aktivlik etmir. Onlara maraqsızdır Ayşənin səhifəsi. Deməli biz Ayşənin səhifəsini dala atmalıyıq, az insan tərəfindən görülməlidir. Onun story baxışlarını aşağı salmalıyıq. Çünki Ayşənin səhifəsi Instagramdan qaçırır izləyiciləri. Baxın, alqoritm bundan qorxur. Alqoritmin bizdən bircə dənə istəyi var. Deyir ki, elə ki, mənim istifadəçim bu platformada qalsın. Onu buradan qaçırtma. Əgər sənin sayəndə mənim istifadəçim bu platformada çox vaxt keçirsə, mən səni sevəcəm və sənin bütün videolarını, kontentlərini, storylərini qabağa verəcəm. Loru dildə alqoritmin bizdən istədiyi alqoritmin dili gəlib deyək ki, budur. Çox vaxt videolar paylaşır ki, ay alqoritm yeniləndi, ay alqoritmin yeni sirri kəşf olundu, alqoritm belə. Əslində isə belə bir söhbət yoxdur. Yəni biz bu məntiqi özümüz dərk eləyəndən sonra ki, alqoritmin bir dənə məqsədi var. Həmişə bir şey xidmət edir ki, istifadəçi orada o platformada çoxlu vaxt keçirsin. Bu vaxtı necə keçirir istifadəçi? Sənin videova axıra qədər baxmaqla. Sən 1 dəqiqəlik video paylaşırsan, onu 3 saniyəsinə baxırsa istifadəçi. Deməli sən istifadəçini platformadan qaçırırsan da, düzdür? İstifadəçinin orada saxlamağın ilk yolu o videoya axıra kimi baxdırmaqdır. Baxandan sonra başqa istifadəçiləri də o videoya baxmağa təşviq etməkdir. Necə təşviq edirik biz başqalarını o videoya baxmağa? Videonu paylaşaraq. İndi çox mənim qabağıma çıxır elə videolar ki, hə, bəs alqoritmin yeni sirlərinə görə Reels'ların qabağa getməyinin birinci şeyi, nə bilim, paylaşımdır, çoxlu paylaşım sayı lazımdır. Bu təzə bir sir deyil. Bu yeni bir kəşf deyil. Bunu kimsə ixtira eləməyib. Bu 3 ay bundan əvvəl çıxan bir şey deyil. Mən artıq 2 ilə yaxındır dərs materiallarımda, ələlxüsus Reels bölməsində mən o həmişə tələbələrə vurğulaya deyirəm ki, paylaşıla bilən kontent hazırlayın. Alqoritm buna fikir verir. Bir videonun paylaşım sayı, share olunması çox əhəmiyyətli bir etkileşim növüdür. Yəni bu 2 ayın, 3 ayın, 1 ayın söhbəti deyil. Çünki alqoritm baxır ki, sən bu videoya axıra qədər baxdın, deməli bu platformada qaldın. 30 saniyə, 1 dəqiqə sonra başqasına göndərdin. Başqa istifadəçi də platformada sənin sayəndə o videoya baxdı və orada qaldı. Buna görə biz deyirik ki, ən birinci önəmli olan paylaşım sayıdır. İkinci önəmli olan deyə bilərik ki, saxranit olunmağıdır videonun. Çünki sən onu save elədiyin anda artıq səndə qalır və növbəti dəfələrdə qayıdıb yenə ona baxa bilirsən. Bu da istifadəçinin o platformada qalma sürəsini artırır. Baxın,
e, mikrofonları zəhmət olmasa bağlayaq. Biz bunu belə cəmləşdirsək, lakonik şəkildə zəhmət olmasa mikrofonları bağlayaq, Nərmin xanım. Biz deyə bilərik ki, alqoritm, e, yəni yaxşı tutmağını istəyiriksə reelslərimizin, burada sadəcə bir dənə açar nöqtə var. O da ki, fikirləşək ki, necə olsa istifadəçi çoxlu bu platformada qala bilər. Sizdən çox xahiş edirəm, suallarınızı axıra saxlayın və orada mesaj bölməsinə qeyd edirsiniz. Çünki siz mikrofonu açdığınızda da mənim fikrim yayılır və ağzımdan çıxan cümləni özüm eşitmirəm. Beynimdəki bütün sözlər dağılır və ortaya çox qəribə şeylər çıxır. Çox-çox rica edirəm mikrofonu açmayaq. Axırda açıb rahat suallarınızı verərsiniz. Aha, kəşfiyyatdan danışdıq. Qısaca mən sizə alqoritm barədə də məlumat verdim. Və bir də kəşfiyyatla bağlı bir şey də deyim. Çox adamın əsas missiyası, məqsədi sadəcə kəşfiyyata düşmək olur deyə random kontentlərlə videolar çəkir. Məsələn, bir gün gəlir danışır, deyir ki, bəs şüşələri təmizləmək üçün filan şeydən istifadə elə, şüşələr güzgü kimi parıldayacaq. Bu video çıxır, marağı şüşə təmizləmək olan adamların qabağına. O adamlar videonu izləyir, çoxlu bir-birlərinə göndərirlər. Ay qız, bax gör nə qəşəng oldu, sən də elə, mən də eləyim. Hamı bir-birinə atır, bəyənir, saxranit eləyir, video olur kəşf et. Oradan çoxlu bizə izləyici gəlir, şüşə təmizləmək ehtiyacı olan insanlar. Okey. Növbəti dəfə həmin adam bir video paylaşır. Bu dəfə səyahətlərlə bağlı olur ki, mən 10 dollara buradan Dubaya necə bilet aldım. Və başlayır səyahətə maraqlı olan adamların qabağına çıxmağa, onlar bir-birlərinə göndərirlər, saxranit eləyirlər və başlayır səyahətə maraqlı olan insanlar bizi izləməyə. Baxın görün nə baş verdi. Necə karman çorman bir auditor yığdıq biz. Sırf çoxlu izləyici görsənsin, sırf nə bilim bütün videolar kəşfiyyat olsun deyə biz aləmi bir-birinə qatdıq. Orada bir kaşa hazırladıq. Aha, əslində isə bu doğru deyil. Belə olanda sənin səhifənin bir konsepti yoxdursa, konkret bir auditoriyaya xidmət eləmirsənsə, nə baş verir? Bir müddətdən sonra həmin izləyicilər tək-tək səni tərk eləyəcəklər. Tərk eləməsələr belə heç bir paylaşımda, reelsdə, nə bilim, hekayədə aktivlik verməyəcəklər. Və alqoritm baxacaq ki, sən istifadəçini buradan verirsən, zəhmət olması mikrofonu açmayaq. Alqoritm baxır ki, sən buradan qaçırırsan istifadəçini və beləliklə nə baş verir? Sənin paylaşımları dala atır. Sonra da biz oturub bütün gün ağlayırıq ki, mənim bəs bütün videolarım kəşfiyyata düşür. Ay belə çoxlu like gəlir. Mən 15 milyon izlənirəm, 3 milyon izlənirəm, amma mənim səhifəm aktivliyi yoxdur. Mənim storylərimə 10 nəfər baxır. Bunun səbəbi budur. Çünki karman çorman bir orada kütlə var. Tamam mı? Bu böyük bir problemdir. Olmaz. Və buradan baxın, hətta üçüncü punktda indi fikir verirəm. Baxmayaraq ki, özüm hazırlamışam bunu. İndi fikir verirəm ki, yazmışam burada kəşfiyyatın düsturu. Birinci paylaşım. Niyə paylaşım? Çünki istifadəçi özü ilə yanaşı başqa istifadəçiləri də platformaya cəlb eləyir. İkincisi, həmin Reels'in videonun izlənmə müddəti. Adam bir dəqiqəlik videoya axıra qədər baxırsa, deməli orada onu saxlaya bildi. İstifadəçini saxlaya bildi orada, düzdürmü? Təkrar izləyirsə, deməli istifadəçinin orada platformada qalma sürəsi də artır axı. Baxın, buna görə önəmlidir. Üçüncü dedik ki, saxlanma. Dördüncü ola bilər rəy, çünki rəyi yazmaq üçün müəyyən bir zaman sərf eləyir və onu orada saxlayır. Beşinci isə biz deyə bilərik ki, bəyənmə. Bəyənmə də, amma bu çox axırlarda gəlir də, belə deyək. Hətta mən sizinlə bir məlumatı da bölüşüm. Bəyənmə funksiyası, bəyənmə önəm, like-a çox bilmirəm kim önəm verir ya yox. Like bilirsiniz harda çox önəmlidir. Like bizim öz istifadəçilərimiz, özümüzün loyal izləyicilərimiz arasında önəmlidir. Tamam mı? Sizin bəhbəhlə izlədiyiniz bir səhifənin kontenti qabağınıza çıxanda heç çox vaxt baxmırsınız o adam orada nə danışır, orada nə yazır. Like atıb düşürsüz aşağı, düzdür? Yəni çoxumuz belə edirik. Like-ı bizi tanıyan, bizi bilən o istifadəçilər verirlər.
Tamam mı? Bu da burada əhəmiyyətlidir. Kəşfiyyatda like çox da əhəmiyyətli deyil. Hətta fikir verin, bundan sonra kəşfiyyatda qabağınıza çıxan videolara, orada görəcəksiniz ki, saxranit sayda, paylaşım sayda like-dan az qala 2 dəfə çoxdur. Kəşfiyyatda qabağımıza çıxanda like etməyə önəm vermirik, paylaşım etməyə önəm veririk. Bunu da bu cür yadda saxlayın. Hə, bir də məqsədlər mövzusundan, düzdür, bu barədə mən sizə çox detallı məlumat verməyəcəm, çünki böyük bir mövzudur. Burada yazmışam buyer journey. Ümumiyyətlə bu barədə eşidən varmı? Bunun digər adı da customer journey map'dir. Funnel da deyirlər, nə bilim, satış funnelu, qıfı, çox şey deyirlər. Amma biz daha çox buyer journey olaraq adlandırırıq. Bu o deməkdir ki, İstifadəçini görüm növbəti slaydlarda bunun şəklini göstərmişəmmi sizə? Bir dəqiqə. Mənim burada bu slaydların üzərinə də göstərə bilərdim. Okey, okey, eybi yox. Qısaca bir dənə Buyer Journey-dən danışım sizə. Buyer Journey o deməkdir ki, biz fərqi yoxdur. Hətta Reels paylaşırıq, ya adi bir content paylaşırıq, hətta hekayə paylaşırıq. Burada mütləq bütün mərhələlərdə olan istifadəçiləri nəzərə almalıyıq. Sizi izləməyə alan, hal-hazırda izləyən hamı o demək deyil ki, birbaşa satış üçün izləyib. Mən getdim filan kəsi izlədim, 3 gündən sonra ondan filan dərsi aldım. Belə olmur proses. Baxın, burada görün biz nə qədər adamıq. Siz deyə bilərsiniz ki, elə nümunəni öz üzərimdən götürürəm. Mən getdim marketoloqun günlüyünü izlədim. 3 gündən sonra qərar verdim ki, mən təlim alacağam. Belə şey heç kimdə olmur. Heç bir müəllimə, heç bir kursa, nə bilim, uşağınız varsa onu bağçaya yazdıranda heç vaxt belə fikirləşmirsiniz. Özünüzü düşünün. Nə baş verir bizdə? Necə olur proses? Əvvəlcə necəsə reklamda qabağımıza çıxır. Bizim diqqətimizi çəkir, tamam mı? İzləməyə alırıq və sonra necə deyərlər ona, biz başlayırıq bu səhifəni, bu xidməti gözaltı eləməyə. Baxaq görə bizə uyğun olacaqmı? Burada nələr var? Mən bu bağça ilə yanaşı 3 dənə də bağça izləyirəm. Görəsən hansı mənim daha çox diqqətimi cəlb eləyəcək, hansının üstünlükləri mənə uyğun olacaq və son olaraq artıq biz alışa qərar veririk. Bu əslində çox detallı mövzudur. Yenə deyirəm, mən maksimum qısa və anlaşılır formada burada izah etməyə çalışdım sizə. Ümid eləyirəm ki, nə demək istədiyimi tam şəkildə başa düşdünüz. Biz növbəti dərslərdə, məsələn elə content dərslərində Reels marafonu olacaq aprelin 18-i. Orada ssenarilər yazanda, content plan quranda heç kimə mən deməyəcəm ki, gedin oturun filan mövzuda Reel ssenarisi yazın. Proses belə işləmir. Mən deyirəm ki, məsələn, bizim Buyer Journey-yə görə başlayırsınız ideya bankı qurmağa. İdeya bankına görə filan mərhələdə olan izləyicilər üçün filan mövzuda ssenari hazırlayın. Baxın, əslində belə olmalıdır proses. Siz oturub bir Reels ideyası fikirləşəndə, nə bilim, Reels ssenarisi yazanda mütləq bunu da düşünməlisiniz ki, mən bu ssenarini hansı mərhələdə olan, hansı fazada olan, mən o gün storydə bundan danışırdım. Hansı fazada olan izləyicinin qabağına çıxacaq. Nə əldə etmək istəyirəm bu Reels vasitəsilə? O vaxt mənim qatıldığım bir deməli təlim var idi. Sadəcə bir dərs gedə bildim ora. Məşhur bir copywriter idi orada dərs keçən. Adını çəkməyəcəm və onun bir sözü var idi. O məni çox tutdu. Dedi ki, paylaşdığınız hər nə olursa olsun, mənası olmayan, yəni səbəbsiz bir paylaşım etməyin. Bütün paylaşımlarınızın altında bir səbəb yatsın. Bunu niyə paylaşırsan? Bu şeyi paylaşmaqda nə əldə etmək istəyirsən? Bu suala cavab verək mütləq. Zəhmət olmasa mikrofonları bağlayaq. Bu sualın cavabını həmişə özümüzdə tapaq. Yəni bu Reels'dan nə əldə etmək istəyirsən? Bunun cavabını bilməyəndən sonra bilirsiniz nə baş verir? Biz reklam postlarını düzgün seçə bilmirik. Reklamlardan sonra yaxşı nəticə ala bilmirik. Bu çox əhəmiyyətlidir. Düzgün mərhələdə olan həmin o kontenti seçirsiniz, Reels'i seçirsiniz, daha sonra onu qoyursunuz reklama ki, reklamdan da yaxşı nəticə alasınız. Tutaq ki, siz qəşəng bir video çəkmisiniz, ancaq video
Buyer Journey-in ikinci mərhələsindədir. Mən bir dəqiqə daha detallı baxım, görüm burada bizim content mövzusundadır. Okey, eybi yox. Aha, mərhələləri göstərmək istəyirdim sizə. Tamam. Siz baxırsınız ki, tutaq ki, qəşəng bir reels düzəltmisiniz. Bu reels tutub partladı. 1 milyon izlənmə alıb, nə bilim, 6000 like alıb, 3000 rəy gəlib. Super də, yəni möhtəşəm. Və götürüb bu reelsi istəyirsiniz reklama qoyasınız ki, həmin reelsdən sizə çoxlu satış gəlsin. Amma çox vaxt bu gəlmir, bu olmur. Bilirsiniz səbəb nədir? Çünki həmin o tutan Reels, yəni siz ola bilsin ki, Buyer Journey-in tanıtım mərhələsindədir və ya nə bilim, maraq mərhələsindədir, aktivlik mərhələsindədir. Amma siz o Reels-i reklama qoymaqla həmin Reels-dan satış gözləyirsiniz. Bu çox böyük bir yanlışdır. Olmaz. Kontent hansı mərhələdədirsə, sənə o mərhələ ilə bağlı geri dönüş gətirəcək. Tanıtım mərhələsində olan bir kontent reklama qoyulduğunda sənə yaxşı tanıtım, bilinirlik gətirər. Aktivlik mərhələsində olan sənə aktivlik gətirər, izləyici gətirər. Satış mərhələsində olan isə sənə satış gətirər. Bunu yaddan çıxarmayaq. Yəni kontent plan hazırlayanda ələlxüsus da reelslər üçün bu çox əhəmiyyətlidir. İdeya bankını mütləq şəkildə buna uyğunlaşdırmalısınız. Yaxşımı? Buyer Journey dedikdə mən məhz bundan bəhs edirdim. Təbii ki, burada bundan öncə də başqa məqamlar var. Məsələn, hədəf kütlə məsələləri, nə bilim, marka kimliyi və s. Niyəsə bilmirəm, biz Reels hələ ki Reels'dan danışacağam, ümumi kontentdən yox. Reels hazırlayanda Səidə xanım zəhmət olmasa mikrofonu bağlayaq. Birinci fikirləşdiyimiz şey maraqlı olsun, nə bilim, tutan olsun və getsin çoxlu izlənsin. Öncəsini heç vaxt düşünmürük. Bunun öncəsində o qədər addımlar var ki, inanın mənə, o qədər texniki işlər var ki, bir reel ssenarisi yazmaq sadəcə oturub 5-6 cümlə yazıb onu çəkib paylaşmaqdan ibarət deyil. Bizim oradakı göstəricilərimiz baxış sayı, like sayı deyil. Bunun öncəsində qəşəng bir baza qurulmalıdır. Yaxşı bir strategiya yazılmalıdır, mütləq. Əlində qəşəng bir strategiyası olan, kütləsini tanıyan, ideya bankı yaradan insan, o işdə bir problem yaşamayacaq. Hətta mən deyim ki, reklamlarından da 80-90% möhtəşəm nəticələr əldə edəcək. Çünki onun kontent strategiyası var. Bu videomuzun, bu demo dərsimizin mövzusu deyil. Ona görə çox girə bilməyəcəm. Bilirəm ki, o mövzudan danışsam, yəqin biz axşama qədər burada olacağıq. Amma çox istərdim ki, sizi sabah axşam saat 8-də də bizim bir demo dərsimiz olacaq. Orada da gözləyim. Məni linki qrupa göndərərəm. Qeydiyyatdan keçərsiniz. Mənim özümün deyil. Həmidə xanımın Tədbir Var deyə bir layihəsi var. Hansı ki, burada marketinqlə bağlı, nə ki, Azərbaycanda tədbirlər var, nə bilim, forumlar var. Hamısı haqqında məlumatlar yerləşdirilir. O səhifədən girib baxa bilərsiniz. Sabah axşam 8-də də bizim bu mövzuda Reels'ın ssenarisini yazıb çəkməmişdən qabaq keçdiyimiz etapları göstərən bir vebinarımız olacaq. Aha. Demək, biz burada sizinlə algoritmdən dolu-dolu danışdıq. Tam olaraq dolu-dolu danışa bilməsək də mən sizə bazı məlumatları verdim. Artıq algoritmin nə üçün olduğunu, niyə bizə lazım olduğunu bilirsiniz deyə. Yəni bundan sonra bu şeyləri öngörə bilərsiniz. Bayaq da dedim sizə, mənim 2 il öncə hazırladığım dərs materialında belə mən orada qeyd etmişəm ki, bir Reels'in kəşfiyyata düşməyi üçün ümumiyyətlə önəmli olan birinci metrik paylaşımdır. Bunu son 2-3 ayda hamı belə sanki algoritm dəyişib, belədir, belədir deyir, amma məqsədi biləndən sonra öngörmək çox asandır. Tamammı? İstifadəçi davranışları. Baxın, özünüzü həmişə müşahidə eləyin. Siz bir istifadəçi kimi nə edirsiniz? Özümüzə sual verək bu gün. Mənim Instagramda bəyəndiyim top 5 səhifə, hansı ki, onlar ana səhifəmə çıxanda sevinirəm ya da nə bilim, hamını unfollow eləsəm də bu 5 dənə səhifəni həmişə saxlayaram.
Dediyiniz bir siyahı olsun əlinizdə, lap 10 dənə olsun. 10 dənə elə bloqu seçin. Deyin ki, bunlardır. Sonra bir girin o hesaba baxın və özünüzə sual verin. Niyə mən bu səhifədən vaz keçməzdim? Niyə bu bütün hesabları unfollow eləsəm də bu 10 dənə hesabı saxlayardım? Niyə bu, nə bilim, yenə Ayşə deyəcəm. Ayşə adlı X bir xanımın bu bloqunu izləməyə davam edərdim ya da niyə falan şirkəti izləməyə davam eləyərdim? Məni orada saxlayan şey tam olaraq nədir? Nə diqqətimi cəlb eləyir? Tutaq ki, mənim izlədiyim bir food bloger var. Əvvəllər mən fikirləşirdim ki, artıq futbloger sahəsi yetərincə dolub da. Bundan sonra onsuz da hamı restorana gedir, nəsə bir video çəkir, yeyir, içir. Yəni tipik olub da. Maksimum nə qədər fərqlilik eləyə bilər ki, bu cəmaət bundan sonra. Amma bu yaxınlarda bir 2-3 ayın söhbətidir. Bir də səhifə çıxdı qabağıma. Bu arada onu da deyim ki, mən də heç bir futblogeri izləmirəm. Hamısı eyni şey eləyir onsuz da. Pul alıb başlayıb restoranları tərifləyirlər. Mənə elə gəlirdi. Bir futblogerin səhifəsi çıxdı qabağıma. Adam Reels videolarını o qədər fərqli formatda təqdim edir ki. Guys, mən o təqdimatdan sonra o səhifəni izləməyə qərarı aldım. Baxmayaraq ki, mən çox futblogerlər xoşlamıram, marağım yoxdur, amma adamın o kontent təqdim etmə bacarıqları mənə çox ləzzət elədi. Və burada mən dərhal müşahidəçi modumu açıram. Artıq bu işdə peşəkar olandan sonra heç nəyə adi bir istifadəçi gözü ilə baxa bilmirsiniz, təəssüf ki, hər şeyi müşahidə eləmək zorunda qalırsınız. Özümə sual verdim, könül burada nə sən çəkdi? Nədə onu başqalarından fərqləndirən? Niyə onu seçdin? Niyə onu izlədin? Baxıram ki, bu adam birincisi çox yaxşı emosiyalar göstərir və insana səmimi olduğunu inandırır. Deməli, birinci punktumuz səmimiyyətdir. İnandırmaq, güvən. İkincisi, bu adam məni ekranda saxlayır. Standart salam, mən bugün getdim filan restoranda, yedim, içdim, super idi, ləzzətsiz, ləzzətli idi, nə bilim, bəyənmədim, hesabı ödəmədik, qırğın düşdü, belə danışmır. O bütün video boyunca ən maraqlı hissələri gətirib ön plana çıxarır. İlk 2-3 saniyədə biz fraqman kimi bunu görürük. Və mən artıq təqribən bilirəm ki, videonun içində söhbət nədən gedəcək. Mən nələrlə qarşılaşacağam. Aha, deməli bunu göstərdi mənə. Deməli bu da alqoritmə videonun izlənməsinə yaxşı kömək ola biləcək bir strukturdur. Baxın, bütün bu şeylər belə yaranır. Yəni oturub gözləməyin ki, kimsə gəlsin sizə desin ki, ay Ayşə, ay Fatma, bilirsən Reels izlənməsini artırmaq üçün Reelsin ortasına maraqlı olan hissələri kəsib qabağa yerləşdirə bilərsən. Gözləməyin kimsə gəlib bunu desin sizə. Müşahidəçi roluna girin, baxanda o videolara. Kəşfiyyatda çıxır qabağınıza 100 milyon izlənən video, nə bilim 3 milyon like alıb biri, xarici videolar çıxır bütün gün qabağıma. Müşahidə eləmək lazımdır. Baxın nə çəkdi? Yəni sən niyə qaldın o videonun üstündə? Bu sualı gəlin özümüzə verək. Mən verdim və cavabı aldım. Dedim ki, aha, deməli bu punktlardır. Adam səmimidir, gülərüzdür. Çox maraqlı belə qəribə emosional hərəkətləri var. Videonun fraqmanını verir mənə. Mən orada nə olacağını artıq bilirəm, gedişatı. Və belə, mən beləliklə o səhifəni izləməyə aldım və özüm üçün də buradan bir taktika çıxartdım ki, deməli bu şəkildə etmək videoların izlənməsinə yaxşı təsir və sonra növbəti gün işə gələndə bu taktikanı öz videolarımda istifadə etməyə başladım. Bizim məsələn elə layihələrimiz var ki, onlar üçün videolar çəkirik. Çox adama maraqsız gəlir, oturub baxıra kimi izləmir. Mən orada adamdan müsahibə alanda özü çox uzun-uzun danışan bir adam idi. Onu başladım söhbətə tutmağa. Belə qəribə-qəribə suallar verirdim. Bu da belə məzəli bir adam idi. Cavabları da çox gülməli idi və verdiyi cavabların içində ən belə şey olan hissələri çıxardıb qabağa atırdıq montajyorla. O videomuz çox qəşəng tutdu. Yəni bizim o layihənin LinkedIn hesabında belə təsəvvür eləyin, LinkedIn hesabında belə ən çox izlənən və like alan video olmuşdu bu taktika sayəsində. Bunu necə etdim? Sadəcə müşahidə etməklə. Yəni müşahidə bacarıqlarımız bizə çox şey verir. Sonra burada bir müşahidə bacarığımdan daha danışacağam sizə. TikTok auditoriyası deyə bir hətta baxın 3 slayd. Fikir verin bunun rəngi də fərqlidir. Bilirsiniz niyə rəngi fərqlidir? Bir hekayə danışmaq istəyirəm sizə. Deməli bu hardasa bir neçə ayın söhbətidir yenə. Bizim bir layihə var.
Bilirsiniz də mən dövlət qurumunda çalışıram hal-hazırda və orada bizim çoxlu innovativ layihələrimiz olur və hər layihə üçün də ayrıca sosial media hesabı işlədirik. Bir təhsil layihəmiz var, hansı ki orada ödənişsiz, daha doğrusu tam təqaüdlü dərslər keçirilir vətəndaşlara. Və oranın TikTok mən həmçinin TikTok üçün də kontent hazırlamalı idim. Orada ssenarilər yazmalı idim. Birdən müdir bir gün gəldi dedi ki, bu arada hər şey çox yaxşı gedirdi. Mənim paylaşdığım, mənim hazırladığım, telefonla çəkdiyim hətta bəzən videolar möhtəşəm izlənirdi. Əla idi hər şey. Hansı ki biz başqa əməkdaşlıq elədiyimiz məsələn adamlar var idi ki, onların peşəkar kamera ilə çəkdikləri videolar elə bomba tutmurdu da. Amma məndə əla gedirdi. Və bir gün müdir gəldi dedi ki, könül səndən hesabat istəyirəm. Bu günə qədər TikTokdur, Instagramda, ələlxüsus TikTok mənə çox detallı bir hesabat hazırlayır. Hətta o qədər detallı olsun ki, paylaşdığın o 15 dənə videonun nə qədər like alıb, nə qədər bəyənmə, nə bilim nə, indi o Excel-i göstərsəm sizə dəli olarsınız da. Oturub onları tək-tək yazana qədər özümü də söyürdüm. Nə bilim, qurumun daş qoyanını da söyürdüm. Hamını söyürdüm ki, niyə mənim başıma belə bir şey gəldi axı? Niyə bu cür hesabat hazırlamalı oldum mən? Amma sonra nə baş verdi? Hesabatı hazırlaya-hazırlaya oradan o qədər şey öyrəndim ki. Rəsmən izləyici davranışlarını analiz etməyimə kömək oldu mənə. Burada çox təəssüf ki, göstərə bilmirəm mən həmin o analizi, o Excel-i. Bunu ancaq dərsdə bizim kontent mövzusunda data yönümlü kontent adlı bir başlıq var. Oranın mövzusudur həmin o şeylər. Amma yenə sizə də ümumi qısa bir məlumat verəcəm. Mən baxdım ki, bizim izləyicimiz, TikTok izləyicisi Reelslərə baxmış. O da bir video kontentdir. Əslində biz burada elə video kontentdən danışırıq. Reels ya TikTok fərqi yoxdur. TikTok izləyicisi vapşı səbirsizdir və videolara maksimum heç 3-5 saniyə də yox, 2 saniyə ancaq şans verir. Yəni 2 saniyə, hətta 1 saniyə diqqətini çəkdin, çəkmədin, çəkmədən yallah getdi. Mənə lazım deyil. TikTok video ilə doludur. Tamam mı? Əylənmək istəyir bu adam. Yəni baxmayaraq ki, biz eyni izləyiciyik, eyni adamam da mən könüləm. Reels izləyəndə də könüləm, TikTok izləyəndə də könüləm. Amma mənim axtardığım şey fərqlidir. Mən TikToka girib TikTokdan nəsə öyrənmək istəmirəm. Kimsə otursun mənə danışsın, nə bilim faydalı bir video olsun. Əşi keçə lazım deyil o. Ya da kimsə mənə malın sırısın. Belə keyfiyyətli məhsulumuz var, durun, gəlin, alın, götürün. Bunlar heç kimə lazım deyil. İnsanlar hətta o satış şeyini də əyləncəli kontentlə qəbul etmək istəyir. Yorğunsan, gəlmisən işdən, axşam 9-dur, 10-dur, uzanmısan divanda, sadəcə barmağınla scroll eləmək istəyirsən, gic-gic informasiyalar qəbul eləmək istəyirsən. Yoldaşlar, ekranımı Sevinç xanım zəhmət olmasa ekranda əlavə nələrsə etməyin. Çox xahiş edirəm. Diqqətim yayınır mənim. Əylənmək istəyir TikTok auditoriyası. Baxın, biz kontentimizi buna uyğunlaşdırmalıyıq. Hətta insanlara nəsə öyrədəndə belə əyləndirməliyik ki, bu adam bu videoya baxsın, satanda belə əyləndirməliyik. O İlyas Ekspresdir, nədir o ekspres ucuzluqdur. Niyə belə qəşəng bir anda məşhur oldu adam, tanındı bu qədər? Satır halbuki o kofta satır, yubka satır, nə bilim şalvar satır. Çünki əyləndirir insanları. Satış kontentində belə bir əyləncə var. Yaxşımı? Aha. Üçüncü, bunu hamınız bilirsiniz ki, TikTok auditoriyası tənqid etməyə meyillidir və bu inanılmaz bir tənqid etmə istəyidir. Aman ya Rəbbim, inanılmaz bir tənqid etmə istəyi. Bir video paylaşır, kimsə sevinirsən ki, kommentlərdə bəlkə kimsə filan mövzuya fikir bildirib, açıb oxumaq istəyirsən. Biri yazır ki, buna bax, burnu əyridir. Ə, nə bilim, get əvvəlcə qəşəng pomadavu düzəlt, qoca arvada oxşursan, saçın burasından tük çıxıb. O nə saçdı, kraskavı dəyiş. Hansı ustaya gedirsən, dinən gəlməyək. Yəni TikTok auditoriyası inanılmaz tənqid etməyə meyillidir. Biz də kontent yaradanda bəzən onlara tənqid etmək üçün xırda bir material verməyimiz kifayət edir ki, onlar bizim aktivliyimizi qaldırsınlar. Baxmayaraq ki, mənim orada kontent yaratdığım o səhifədə, gəlin belə deyək, baxmayaraq ki, bu
bir təhsil səhifəsidir, amma mən oradakı kontentlərimdə belə bəzən nəyisə abartılı bir şəkildə göstərib insanların tənqidini almağa çalışırdım. Məsələn, biz orada elə olurdu ki, köhnə tələbələrimizin iş həyatına gedib işıqlandırırdıq, çəkirdik. Görürdük ki, baxın 5-ci punktda da qeyd etmişəm. Başqalarının həyatı onlara maraqlıdır. İnsanlar qəşəng baxırdılar və hərəsi bir şey yazırdı. Allah bilir o işə necə girib. Yox, siz yalan deyirsiniz, işlə təmin eləmirsiniz. 100% dayday olub. Əşi bunlarda pul var da, 100% bunu kimsə daydayı düz qoş eləyib. Baxın, tənqid etməyə meyllidir. Bu adamlar komment yazmağa da ərinmirlər. Yəni oturub dastanlar orada tənqid kommentləri yazırlar, kiməsə nəsə sübut etməyə çalışırlar. Çox qəribə bir auditoriyadır açığı və biz onların bu boşluğundan istifadə etməliyik. Aha, görüm sonra burada başqa nələr mən qeyd etmişəm həmin o analizdən çıxardığım nəticələri. Vaxtı yoxdur. Yəni informasiyanı, bilgini çox sürətlə qəbul etmək istəyir. Məsələn, sən ona filan şeyin 5 qaydasını öyrədəcəksənsə, orada o 5 qaydanı uzun-uzun açmağa ehtiyac yoxdur. Tık 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 tık. Vsyo, 5 dənə qayda. 15 saniyə içində izah elədin, çıxdı, getdi. Sürətli, tez-tez. Hardasa pauza yox, Wikipedia cümlələri yox. Baxın, bunu bilmirəm harda qeyd etmişəm. Deyəsən burada olmalıdır. Niyə görmədim? Burada məncə qeyd etmişdim. Bu digərində olmalıdır. Yox, bu həmin slaydı bura əlavə etməmişəm, o deyəsən təlimdədir. Eybi yox, burada mən sizə deyərəm onu. Burada bilgini sürətli qəbul etməyi istəyir deyəndə həm də şeyi əlavə etmək lazımdır ki, bilinməyən sözlərdən də qaçmalıyıq biz. Wikipedia cümlələrindən qaçmalıyıq, terminlərdən qaçmalıyıq. Məsələn, biz orada elə bir video hazırlayırdıq ki, orada terminlər var idi. Hansı ki, həmin videolar heç izlənmirdi, amma baxırdıq ki, like sayı çox yüksəkdir. Yəni bu video 500 izlənib 50 like alıb. 3 gün bundan qabaq 3000 izlənən videomuz var. O da 50 like alıb. Yəni biz oturub bunları müqayisə eləsək, əslində bu 500 izlənənin 50 like-ı daha böyükdür. 500 nəfərin izləyib 50 like qoymağı ilə, bir dənə fikirləşin, 3000 adamın izləyib 50 like qoymağı arasında yerlə göy qədər fərq var. Deməli, biz buradan nə mənaya gəlirik? Bizim o 500 izlənən videomuz terminlərlə olub və öz auditoriyamıza, o sahədən başı çıxan insanlara daha maraqlı olub. Həmin sahədən başı çıxan insanların sayı az olduğu üçün video 500 izlənib, amma like sayı da yüksək olub. Çünki izləyicilərimizə maraqlı olur həmin videolar. Yenə gəlir bu söhbət hara dayanır? Mənim sizə bayaq izah elədiyim buyer journey söhbətinə. Bu o deməkdir ki, biz müştərinin alış yolunu yaxşı bilməliyik və kontentlərimizi o fazalara uyğunlaşdırmalıyıq. Heç bir halda mən gəlib deyə bilmərəm ki, mənim o 500 izlənmə aldığım videom uğursuz oldu. Deməli, biz pis kontent yaratmışıq ki, 500 izlənmə alıb. Yox. Belə bir şey yoxdur. O 500 izlənmə alan kontentimiz bizim öz auditoriyamıza xitab edib sadəcə. Əslində like nisbəti çox yaxşıdır. Yəni uğurlu kontentdir. Tamammı? Kontentin uğurunu onun izlənmə sayı ilə ölçmürük. Bunu yaddan çıxarmayın, yoldaşlar. Biz satış kontentlərindən onsuz da nə Reelslərdə, hətta mən deyərdim TikTokda belə 10 minlər, 100 minlər, nə bilim, kəşfiyyat şeyləri gözləmirik onsuz da. Yaxşımı? Belə. Paylaşmağa meyllidir deyəndə nəzərdə tutmuşam ki, burada biz kiməsə göndərib, ay qız bu kopya sənsən. Gedək də filan yerə. Bax gör nə qəşəng reelsdir. Deyilən şeyləri bəyənirik, sevirik və bunları paylaşırıq. Ya gülməli şey görəndə göndəririk podruqalarımıza, ya podruqamıza oxşayan, onun hekayəsinə uyğun nəsə görəndə göndəririk. Ya özümüzə uyğun bir şey olanda, ayda bu toçnu mənəm deyib göndəririk. Fikir verin. Məsələn, bəzən yazırlar kontentlərin üstünə. İtaliyaya birlikdə səyahət etmək istədiyin rəfiqəvə göndər. Baxın, insanlar paylaşmağa meyllidirlər. Məsələn, biz orada tələbələrin o gündəlik şeyini işıqlandırırdıq. Mən elə videolar çəkirdim ki, imtahana 2 gün qalmış, TikTokdan çıxmayan tələbə nəsə belə bir kontent var idi və o videonun paylaşım sayı çox yüksək idi. Hamı bir-birinə atırdı ki, ayda bu kopya biz yəqin ki elə danışıblar.
İmtahana bir gün qalmış hazırlaşıram. Mən də bla 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 bla. İnsanların bu zəif tərəflərindən istifadə etmək lazımdır. Aha, yaxşı məzmun nələri ehtiva edir? Yaxşı məzmunun mütləq şəkildə bir qarmağı olmalıdır. Qarmaq, kanca, hook. Artıq siz hər nə deyirsinizsə buna, yəni bütün dillərdə də səsim qırılır mənim yoldaşlar. Komment bölməsinə yazın zəhmət olmasa. Burada kimsə yazıb çünki səsim qırılır. Düzdür, boğazım qırıyıb biraz, amma inanmıram ki, səsim çox qırılsın. Aha. Burada yazdığım qarmaq, kanca, mən bu arada təlimdə uşaqlara bununla bağlı 50 dənə qarmağın olduğu bir siyahı da verirəm. Həmişə deyirəm ki, bu 50 dənə qarmağın olduğu siyahı sizin hardasa bəlkə bir 3 aylıq kontent planınızdır. Yəni təlimdən sonra heç nə eləməsəz belə bir 3 aylıq kontent planınız var. Qarmaqlar hələ də önəmlidir, hələ də trenddir. Hətta qarmaqların müxtəlif versiyaları çıxıb, artıq vizual qarmaqdan çox aktiv istifadə olunur. Mən bunu yenə deyəcəm, onu öz təlim planıma salanda heç Instagramda indi hamı paylaşır. Bu görsəl kanca, bu nə bilim, this is visual hook, belə şeylər verirlər. Heç onlar hələ paylaşılmadan, trend olmadan mən artıq dərs planıma keçən ilin yayında, burada aramızda content marafonunda iştirak edənlər varsa biləcəklər. Oraya əlavə eləmişdim vizual qarmaqlar. Yəni qarmaqlar nəinki trenddən düşür, nəinki azalır, hətta müxtəlif versiyaları belə yaranır artıq. Və bu qarmaqları təkcə şeyə vermirik. Mən Reels dərsində də bunu uşaqlara deyirəm. Təkcə başlıqda demirik ki, gəlin bu gün sizə böyrək daşlarını 3 saniyədə düşürməyin yolunu izah eləyim, atıram. Yəni belə bir şey demirik. Həm sözlü deyirik, həm vizual olaraq göstəririk, həm də videoların başlığında bunu veririk. Başlıq cümlə olaraq. Mənim Reels videolarını tutuzdurmaq üçün 7x3 texnikam var. Orada bunu öyrədirəm uşaqlara. İkinci, bizim yaxşı məzmunumuz özündə yumor ehtiva eləməlidir. Yumor hamımızın ortaq nöqtəsidir. Hamımıza o videonu izlədəcək bir pointdir. Əgər siz ChatGPT-dən kömək alırsınızsa kontent yazmaqda, orada məsələn mütləq ChatGPT-yə də deyin. Bunu daha yumoristik üslubda izah etməyin və kömək ol. Daha yumoristik tutaq ki, üslubda yaz. Yumor həmişə tutur. İnsanların artıq gülməyə, əylənməyə ehtiyacı var. Heç kim sosial mediaya, nə bilim, akademik bilgilərini inkişaf elətdirmək üçün girmir. Hamı yorğundur. İşdən gəlir, dərsdən gəlir. Biraz gülümsəməyə ehtiyacımız var. Və bunu kontentdə verəndə qəşəng nəticələr əldə edirik. Bugünkü dərsdə elə bil ki, kamu spotu oldu. Bayaqdan hər şeydən danışdıq. Lakoniklik mütləq olmalıdır. Uzun-uzadı danışan heç kimə, heç nəyə, heç kim qulaq asmır. Hər şeyi qısaca ver ki, videonun 30 saniyə olanda insanlar heç olmasa bir 15 saniyəsinə baxırsa, bu videonun 50% izlənməyini göstərir. Bir də var, 1 dəqiqəlik video qoyacaqsan, onun 15 saniyəsi izlənəcək. Bu algoritmə də pis təsir eləyir. Maksimum qısa və konkret ifadə etmək lazımdır hər şey. Burada yenidən vizual hukukdan danışmışam və bir hekayə danışmaq. İstənilən mövzunu hekayələşdirmək lazımdır. Biri var sən deyirsən ki, sizə satış gətirəcək 3 qarmaq cümlə, misal üçün. Biri var belə bir giriş cümlə eləyirsən. Biri var deyirsən ki, bu qarmaq cümlədən istifadə edəndən sonra mənim satışlarım ötən aydan bu yana 3000 manat artdı. Bax, burada artıq bir hekayə var. Sən özünün hekayəvi burada danışırsan. Tamam mı? Bu iki kontent arasında yerlə göy qədər fərq var. Hekayə var çünki. Biri var insanlara deyirsən ki, yenidən təkrarlayıram. Biri var insanlara deyirsən ki, bəs satışınızı artıracaq bu 3 qarmaq cümlədən istifadə edin. Bu sıradan bir cümlədir. Bu artıq heç kimə lazım olmayan bir cümlədir. Ancaq biri də var deyirsən ki, mən bu qarmaq cümlələrdən istifadə edəndən sonra satışlarım bir ayda 3000 manat artdı. Necə elədiyimi gəlin göstərim sizə. Ya da deyirsən ki, tələbələrim bu süni intellekt vasitəsilə freelance müştərilərini nə bilim 2 dəfə artırdılar sayını. Bax, görsən yenə bir hekayə var.
Hekayə. Nəsə öyrətməyə çalışmayın insanlara sosial mediada. Fayda verəndə belə bir hekayədən danışın, yumor qatın. Yəni yenə deyirəm, bizə nəsə öyrənmək lazımdırsa, açıb hamımız girərik Wikipediyaya. Nə bilim, Wikipediyada qalmayıb. Mən də dəqiqə başı deyirəm Wikipedia. Da ChatGPT girəndən nə Google-un üzünə baxırıq, nə Wikipedia. Onlar çoxdan öldülər. Yaxşı olsun lap ChatGPT. Bizə nəsə öyrənmək lazım olsa, inanın mənə o qədər resurs var ki əlimizdə. Yəni hamımız alim olmuşduq. Biz sosial mediaya nəsə öyrənmək üçün girmirik. Biz sosial mediaya bir hekayə eşitmək üçün giririk. Tamammı? Səmimiyyət istəyirik. Səmimiyyət indi ən çox ehtiyacımız olan, görəndə bizi saxlayan bir nömrəli şey səmimiyyətdir. Niyə səmimiyyət deyirəm? Bir də görürsüz kimsə bloq açır, başlayır əlinə mikrofon alıb danışmağa və orada ancaq orfoqrafiya ilə danışır. Təsəvvür eləyin, mən indi sizlə burada vebinarda danışıram. Ancaq belə cümlələr qururam da, uşaqlar gəlin qulaq asın, nə bilim baxın, görün. Növbəti slayda keçid edirəm. Çox belə orfoqrafiya danışsaydım, bu sizə necə maraqsız olacaqdı, düzdür? Bu vebinar özü belə bir kontentdir əslində. Bəli, bu özü belə bir nə bilim, video deyək, nə deyək artıq. YouTube-a yükləyəcəmsə, bəli, YouTube üçün video kontentdir. Gəlin belə deyək. Və burada belə bir səmimiyyət olmalıdır. Siz sanki mənlə qarşılıqlı oturub söhbət eləyirmiş kimi hiss eləməlisiniz. Çayınız, kofeniz qabağınızda. Nə bilim, evdə bəlkə kimsə yemək bişirə-bişirə bu dəqiqə açıb kompüteri qoyub qıraqda mənə qulaq asır. Yemək saatı deyil ki, deyəcəkdim kim yemək yeyirsə nuş olsun. Səmimiyyət olmalıdır mütləq. Reelsdə belə, yəni biz ekrana baxanda istəyirik hiss eləyək ki, bu adam mənə nəsə atmır da. Bu adam mənim dərdimi bilir. Dərmanını da bilir. İndi dərmanı mənə göstərir, sağ olsun. Tamammı? Bu hissiyatı ötürməliyik insanlara. Səmimiyyət. Danışıqda belə. Nə bilim, sabah gəlib qəşəng şirkətlərdə işləyəcəksiniz. Kast lazım olacaq. Deyəcəklər ki, ay Sevinç, bizi bir dənə şey tap, gəlsin xanım, nə bilim, Reelsdə iştirak eləsin, bir ssenari də yaz, gəlsin danışsın. Təsəvvür edin, azalda işləyirsiniz. Azalda video çəkəcəksiniz, elə bir adam lazımdır. Siz orada ona mütləq deməlisiniz ki, səmimiyyəti ötür. Deyə elə bir kast seçməlisiniz ki, onu ötürsün, danışığı ilə, sözü ilə, səsi ilə, hər şeyi ilə. Yaxşımı? Niyə xoşunuz gəlir o backstage videolarından? Qabağımıza çıxanda saxlayırıq. Aha, nə maraqlıdır. Çünki biz o videoların arxa fonunda baş verənlər, o səmimiyyət, tanımadığımız bir komandadır. Hansısa coffee shopda orada bir video çəkirlər. Sonra backstage-i göstərirlər. Oturub belə maraqla baxırıq. Onların o səmimi hallarını görürük çünki bizə ləzzət eləyir. Belə. Müzakirə bu bayaq dediyim tənqid məsələsidir. Ortaya həmişə elə bir mövzu çalışın, çıtlatın ki, orada mütləq bir müzakirə şeyi yaransın. Mən bəzən etiraf eləyirəm ki, əvvəllər məsələn TikToka video çəkəndə çalışırdım laynerimin birini uzun, birini qısa çəkeyim, nə bilim, çox bərbad bir pomadadan istifadə. Nəsə bir şey eləyim də, insanlarda ya qıcıq yaratsın, ya nə bilim bir komment yazma, məni tənqid etmə ehtiyacı hiss etsinlər özlərində. Bəzi adamlar buna şey olmur, deyir, ayda mən birdən nəsə paylaşıram, millət mənə ağzına gələni yazar, kimsə birdən nəyimsə bəyənməz. Biz bir nə bilim pizza deyilik. Biz 100 dollar deyilik. Pizzanı qoy qırağa. Biz 100 dollar deyilik. Bizi hamı bəyənməyə bilər, tamammı? Narahat olmayın bundan. Üç adam sizi bəyənəcəksə, biri bəyənməyəcək, biri pis komment yazacaq. Bəlkə o paxıldır, qurtdudur, nə bilim, səhər yoldaşı ilə dalaşıb, günorta qaynanası ilə dalaşıb, gəlib hirsini səndən çıxır da, boş ver, qoy atsın hirsini. Sənin də komment gəlir. Niyə şey olursan ki? Yazsın da pis komment. Neyniyək? Dünyada pis rəy gələn, pis komment gələn bir dənə biz deyilik ki, özümüz də o qədər yazırıq ki ona, valla belə danışmama baxmayın. TikToka girəndə mənim də əlim açılır. Nəyisə bəyənməyəndə o qədər kobud oluram. Bir də baxıram, mən heç bu Instagramda eləməzdim də. TikToka girdim, yenə ağzıma gələni yazıb çıxdım. Belədir, yəni günün yorğunluğunu belə atırıq uşaqlar. Və son olaraq çox adamın belə üstündən keçdiyi, əşi bu nəyə lazımdır dediyi bir məsələ var. Coverlar. Videoların coverları. Həm TikTokda, həm Reelslərdə paylaşım edəndə coverlar mütləq olmalıdır. Niyə? Çünki bu videonu bugün paylaşdın. Qəşəng tutdu. Super. Like, komment, paylaşım, saxranit. Baxırsan ki, paytdə statistika partlayır. Möhtəşəm. Amma sonra nə baş verir? 3 video paylaşdın onun üstündən. 5 video paylaşdın. 6-cı videonu reklama qoydun. O reklamdan səhifəvi görən adam girib səhifəyə baxanda
mütləq bir başlıq görməlidir orada ki, sənin o videon nədəndir? Bəlkə sənin X video reklamda görüb, amma gəlib səhifəndə də həmin o videonu görüb ondan etkilənib oradan nəsə alacaq. Başlıqlar olmalıdır ki, biz bayaq dedik axı burada, vaxt itirmək istəmir auditoriya. Hanı? Maksimum 3-5 saniyə vaxt ayırır bizə. Vaxtı yoxdur, bilgini sürətli qəbul etmək istəyir, diqqəti tez yayınır. Biz bunun diqqətini saxlamaq üçün coverlardan istifadə edirik. Girir videodan, baxır ki, səhifəndə bir dənə qəşəng video var. Videonda üstünə cover var, yazmısan ki, nə bilim, süni intellektlə Photoshop olmadan post dizayn et, atıram. Doğrudan belə qəşəng bir sayt tapmışam, Telegrama yükləyəcəm. Baxarsınız siz də. Bir-iki dənə prompt yazırsan, ya nə bilim, sloqanı bu olsun, postda belə bir adam olsun. Heç Photoshop-u dizaynerə zada lazım deyil, qəşəng şeylər verir. Yazaram açıqlama bölməsinə. Hə, coverları buna görə mütləq istifadə etmək lazımdır. Səhifəyə sonradan girənləri düşünək gəlin. Məsələn, mən coverlardan istifadə edəndən sonra həmin o bizim qurumda o istifadə etdiyim səhifəni gördüm ki, bir ay öncə paylaşdığım videoya belə baxış sayı hələ də artır. Hər gün artır o videonun baxış sayı, saxranit sayı artır, paylaşım sayı artır. Niyə? Çünki cover var. Sonradan girib səhifəmə baxan adam coverdan o diqqət çəkir, girib baxır o videoya. Yaxşımı? Bunları gözdən qaçırmayın. O, bunlar barədə çox danışmayacağam. Belə yoldaşlar, mən suallarınızı da eşitmək istəyirəm. Mənim qısaca bugünkü demo dərsdə danışacaqlarım bu qədər. Çox təəssüf ki, vaxtında mən özüm qoşula bilmədim. Çox təəssüf və bu gün saat 4-də də bir tədbirdə olmalıyam deyə bu gün maksimum bu qədər sizə vaxt ayıra bildim. Amma qətiyyən narahat olmayın. Sabah axşam 8-də də bizim tədbiri var layihəsi ilə bir onlayn vebinarımız olacaq. Kim istəsə orada da qoşula bilər. Həmçinin bir dənə bunu düzdür içəridə paylaşmamışam. Birinci sizə deyim, eksklüziv olsun. Gələn həftə, həftə ortası bir gündə canlı görüşümüz də olacaq. Canlı görüşə də kim istəsə qoşula bilər. Gələn həftə bu barədə məlumatı dəqiqləşən kimi paylaşacağam sizdə. Orada artıq praktiki bir workshopumuz olacaq Instagram kontenti ilə bağlı. Orada gözləyirəm sizi. Və bizim ən yaxın tarixdə başlayacaq aprel ayının 18-də Reels marafonu. Marafonlar ümumi, obşi bir təlimin, belə deyək də, qısaldılmış versiyası, intensivləşdirilmiş versiyası. Məsələn, normalda bir aylıq olacaqsa bu təlim, burada daha sürətli keçilir.